Salam uşaqlar. Bugün sizlərlə funksiya qrafiklər bölməsinin 3-cü yarımbaşlığına başlayırıq. Bölməmiz y bərabər modul x və kökaltı x funksiyaları, onların qrafikləri və qrafiklərinin çevrilmələri adlanır. Gəlin birinci sualdan testimizə başlayaq. Deməli, birinci sualda şərtdə belə verir ki, şəkildə hansı funksiyanın qrafiki təsvir edilmişdir? Uşaqlar, siz qaydalardan da baxa bilərsiniz. Funksiyanın qrafiki kökaltı x funksiyasının qrafikidir. Burada siz diqqətlə əgər baxsanız, funksiyamız, deməli, baxırsınız burada mənfi 1 nöqtəsindən keçibdir. Mənfi 1 nöqtəsindən keçməsi isə onun, biz deməli, bu tipli funksiyalarda mənfi 1-dən keçirsə kökün altında əksinə müsbət 1 yazıb həll etməliyik. X plus 1, yəni bizim funksiyamız y bərabər kökaltı x plus 1 adlanır. Deməli, uşaqlar, burada verilən ədədi həmişə əksinlə yazacaqsınız. Kökün altında həmişə əksinə yazacaqsınız. Yəni, mənfi 1 verilibdirsə, müsbət 1 şəklində. Funksiyanız olur B bəndi. Eynisinin ikinci sualına baxaq. İkinci sualda görürsünüz, müsbət 2 nöqtəsindən başlayır funksiyamız. Baxın, buradadır 2 nöqtəsi. 2 nöqtəsi müsbət olduğuna görə kökün altında artıq əks işarə ilə olacaq. Yəni, x çıxılsın 2 olacaqdır. Bu da C bəndindədir. Deməli, bu sırf belə qayda hissəmiz. Keçirik 3-cü suala. Funksiyasının qiymətlər çoxluğunu bizdən soruşur. Qiymətlər çoxluğunu, uşaqlar, tövsiyə edirəm ki, həmişə n-in düsturu ilə yazasınız. Biz bilirik ki, n-in düsturu 4ac çıxılsın b kvadrat bölünsün 4a-dır. Uşaqlar, biz bilirik ki, burada, C-ni biraz qəşəng yazaq, biz bilirik ki, burada a x kvadratının əmsalıdır. Ancaq bizim kökaltı ifadəmizdə x kvadrat yoxdur. Deməli, x kvadratının yerinə biz x kvadratının əmsalının yerinə 0 yazmalıyıq. Eyni şəkildə burada a-nın yerinə 0 yazıram. C isə sərbəstdir 3-dür. Çıxılsın b kvadrat. B kvadrat isə x-in əmsalıdır. X-in əmsalı isə bizdə 1-dir. 1-in kvadratı 1 edir. Uşaqlar, göründüyü kimi məxrəc 0, sürətdə 1 alınır. Yəni, bizim ifadəmiz 0-a gedir. İfadənin ümumi qiyməti 0-dır. Yəni, burada həll olması bir şey yoxdur. Funksiyamızın qiymətlər çoxluğu olur 0-dan müsbət sonsuzluğa B variantı. Yəni, x plus 3 ifadəsinin qiymətlər çoxluğu 0-dan müsbət sonsuzluğa B bəndi olur. Keçid alaq 4-cü suala. 4-cü sualda isə qiymətlər çoxluğunu yox, təyin oblastı soruşur. Uşaqlar, ümumiyyətlə, əgər sizə deməli, kökaltı x funksiyası verilibdirsə və sizdən həmin ifadənin təyin oblastını soruşursa, siz bilməlisiniz ki, kökaltı ifadə 0-dan böyük bərabər olmalıdır. 3 çıxaq x-i 0-dan böyük bərabər götürürük. Mənfi x böyük bərabər mənfi 3. Hər tərəfdən mənfilər atırıq və mənfilər atanda işarə əksinə dəyişir. X kiçik bərabər 3 alırıq. Cavabımız mənfi sonsuzluq 3, C variantı olur. 5-ci suala baxaq. 5-ci sual isə, deməli, bu qrafikdən aydın görünür ki, funksiya modul x funksiyasının qrafikidir. Bəs gəlin görək, hansı modul x funksiyasının qrafikidir? Deməli, burada dəyişək variantlar deyəsən, bu bir tərəfdə düşübdür. Bəli, burada görünür, uşaqlar, deməli, modul x funksiyası C variantındadır. Y bərabər modul x, bu sırf şifahi sual idi. 6-ya baxaq. Funksiyasının ən kiçik qiymətini soruşur. Uşaqlar, funksiyanın ən kiçik qiyməti biz bilirik ki, buradakı bu modul funksiyası mənfi qiymət alası deyil. Funksiya x çıxaq 1 funksiyası ən kiçik modul olduğuna görə 0 ala bilər. Və 0 çıxılsın 2, mənfi 2 edəcək. Deməli, funksiyamızın ən kiçik qiyməti mənfi 2 Y variantıdır. Davam edək. 7-ci sualla. 7-ci sualda da yenə də funksiyasının ən kiçik qiymətini soruşur. Modul funksiyasının ən kiçik qiyməti 0-dır. 0 çıxılsın 1-də. Deməli, 7-də cavab olur mənfi 1. O da C bəndi. 8-ə baxaq. Qrafiklərdən hansı modul x plus 2 çıxılsın 1 funksiyasının qrafikidir? Deməli, uşaqlar, modul olduğuna görə siz bilməlisiniz ki, artıq burada A bəndi, C bəndi yanlış variantlardır. D bəndi yanlış variantdır. Niyə? A bəndi kvadratik funksiyanı, C və D bəndləri isə düz xətləri kx plus B funksiyasını göstərir. Bizim cavabımız ya B-dir, ya Y. İndi baxaq görək hansıdır. Modulun içərisində verilən müsbət 2-ni biz əksinə götürməliyik. Mənfi 2. Hər ikisində mənfi 2 götürübdür. Və kənarda təpə nöqtələrindən digəri çıxaq 1-dir. Yəni, mənfi 1 nöqtəsindən keçməlidir. Bu isə B variantındadır. 8-də cavab oldu B.
Baxaq 9-cuya. 9-da funksiyasının təyin oblastını soruşur. Biraz öncə də demişdik. Funksiyanın təyin oblastını tapmaq üçün kökaltı ifadə sıfırdan böyük bərabər götürülməlidir. Mənfi x böyük bərabər mənfi 1, x kiçik bərabər 1. Birinci kökün altını həll etdik. Keçir ikinci kökün altına. X çıxılsın 1 böyük bərabər 0, x böyük bərabər 1. Uşaqlar, baxın biz nə aldıq? Biz aldıq ki, deməli, bir dəfə 1-dən kiçiklər, bir dəfə də 1-dən böyüklər və 1-in özü də daxildir. Funksiyanın təyin oblastında hər ikisinə də, hər iki aralığa da 1 daxil olduğuna görə cavabımız olur sadəcə 1-in özü, yəni D bəndi. Keçid alırıq 10-cu suala. Görək onda nə deyir? Onda funksiyanın təyin oblastını soruşur. Biraz öncə də dediyimiz kimi, əgər bizə kökaltı funksiya verilibdirsə, o mütləq təyin oblastını soruşanda sıfırdan böyük bərabər götürülüb həll olunmalıdır. Yəni 3 çıxılsın pi, məxrəcdə x minus 2, böyük bərabər 0 yazıb həll etmək lazımdır. Uşaqlar, siz bilməlisiniz ki, pi-nin ədədi qiyməti 3,14-dür və 3-dən 3,14 çıxdıqda bizim ifadəmizin qiyməti mənfi alınır. Biz həmin mənfini, baxın, buradakı bu işarəyə veririk. Mənfini işarəyə verdikdə bizim ifadəmiz, baxın, bu böyük bərabər işarəmiz əksinə dəyişir. Biz sadəcə bu x çıxaq 2-ni həll etsək, bizə bəs olar. X çıxaq 2, işarə əksinə dəyişdi. Kiçik bərabər 0 olmalıydı. Ancaq məxrəc olduğuna görə biz buradakı bu bərabərlik xəttini, uşaqlar, götürə bilmərik. Biz sadəcə yazırıq x çıx 2 kiçikdir 0-dan, x kiçikdir müsbət 2-dən. Yəni, mənfi sonsuzluqdan 2-yə qədər cavab olur Y bəndi. Burada da Y bəndini işarələyirik. Keçid alırıq növbəti suala. 11-ci sualda 10-cu sualla eyni qaydada gedir. Sadəcə siz orada 2x çıxaq 8 ifadəsi uşaqlar sürətdə olduğuna görə 2x çıxaq 8. Baxaq, ümumi gəlin yazaq, qalmasın arada, onsuz sual sayı azdır. Təyin oblast dediyinə görə kökaltı ifadəni sıfırdan böyük bərabər götürürük. Pi-nin ədədi qiyməti 3,14-dür. 3 çıxdıqda bu ifadənin qiyməti müsbət qalır. Deməli, dəyişməyə heç bir ehtiyac yoxdur. 2x çıxıq 8-i sürətdədir deyə elə böyük bərabər 0 götürürük. Artıq burada xətti götürə bilərik. Məxrəcdə olsa götürə bilməzdik. Böyük bərabər 8-dən, x böyük bərabər 4-dən. 4 müsbət sonsuzluq olur. O da cavab Y bəndi. Baxaq. Deməli, cavabımız olur Y bəndi. Keçid alırıq 12-ci suala. 12-də funksiyanın ekstremum nöqtəsini soruşur. Uşaqlar, funksiyanın qiymətini, funksiyanı siz sıfıra bərabər etməklə onun ekstremum nöqtəsini tapa bilərsiniz. Yəni, 2x plus 10-u sıfıra bərabər edirik. 2x bərabər mənfi 10-a, x isə bərabərdir mənfi 5-ə. Cavab D bəndi. Aha. Keçid alaq növbəti suala. Səhifə burada bitdi. Biraz yaxınlaşdıraq. Aha. 13-cü sualdan davam edirik uşaqlar. 13-cü sualda bizə nə deyir? Aha. 13-də deyir ki, yenə də funksiyanın təyin oblastını tapın. Funksiyanın təyin oblastını tapmaq istəyiriksə, kökaltı ifadə sıfırdan böyük bərabər götürüb həll etməliyik. Bayaq da dediyimiz qayda ilə. Gəlin baxaq görək bizim kökümüz necə işarəlidir. Biz bilirik ki, kökaltda 26-dan 5 tam nə qədər bir ədəd çıxır uşaqlar. 5 tam onda 5 tutalım çıxsın ki. 5-dən həmin o 5 tam nə qədər ədədi çıxanda bu sürətdəki ifadəmiz mənfidir. Həmin mənfini veririk işarəyə və işarəmiz əksinə dəyişir. 2x çıxılsın 9. Uşaqlar, məxrəc olduğuna görə sadəcə kiçik yazıram. Bərabərlik xəttini qoymuram. 0 yazırıq. 2x kiçikdir 9-dan. X kiçikdir 4 tam onda 5-dən. 4 tam onda 5-dən kiçiklər. Başqa baxaq görək burada varmı? Variantımız 4 tam onda 5-dən kiçiklər. Mənfi sonsuzluqdan 4 tam onda 5-ə cavab olur D variantı. Keçid alırıq 14-cü suala. Deməli, 14-də nə deyir? A parametrinin neçə tam qiymətində funksiyasının qrafiki koordinat başlanğıcından keçər. Aha, 14. Uşaqlar, funksiyanın qrafiki koordinat başlanğıcından keçirsə, deməli, x-i də 0-dır. Y-i də 0-dır. Yəni, biz x-in və y-in yerlərinə 0 yazıb həll edirik. Y-in yerinə 0 yazıram, kökaltda. X-in yerinə 0 yazanda artıq 0 üstəgələk alınır, uşaqlar. Məncə, onu da artıq yazmağa ehtiyac yoxdur. Burada sadəcə qalır a kvadrat çıxaq 9 mötərizə kvadratı plus yenə də a kvadrat çıxaq 9. Biz bilirik ki, kvadrat və kök bir-birini ixtisara aparır və cüt dərəcədən həmişə modulda ifadəmiz çıxır. Düzdürmü, uşaqlar?
Və buradakı bu a kvadrat çıxaq 9-u, baxın bu ifadəni keçirirəm bərabərliyin digər tərəfinə. Bərabərliyin digər tərəfinə keçdikdə 9 çıxılsın a kvadrat olur. Uşaqlar, baxın, diqqətlə baxın. Modulun içərisi a kvadrat çıxaq 9-dur. Qarşısı 9 çıxaq a kvadratıdır. Yəni yerlər dəyişibdir. Nə zaman modulda yerlər dəyişir? Modulun içərisindəki ifadə sıfırdan kiçik bərabər olduqda dəyişir. Sıfırdan kiçik bərabər olduqda. Əgər olduğu kimi çıxsaydı, onda deyərdik ki, sıfırdan böyükdür, müsbətdir. Yəni, a kvadratı kiçik bərabər 9, a-mız bərabərdir plus minus 3-ə. Bizim a-mız, uşaqlar, mənfi 3 ilə müsbət 3-ün arasında bir ədəddir. A parametrinin neçə qiymətində soruşur. Deməli, mənfi 3, mənfi 2, bunu sayını tapmaqla da yaza bilərsiniz. Mənfi 1, 0, 1, 2, 3. Ümumilikdə 7 qiymətində. Eyni qaydada da 15-ci misalda bu qaydada həll olunur. Yəqin ki, orada da mənfi 4, müsbət 4 aralığında olanlar götürüləcəkdir. Keçid alırıq 16-ya. 16-da nə deyir? Deməli, uyğunluqda artıq. Burada sual sayı biraz azdır. Uyğunluqlarda bizdən təyin oblastını soruşur uşaqlar. Deməli, biz danışmışdıq ki, kökün içərisindəkisini əks işarə ilə götürməliyik. Birinci kökün içərisində müsbət 4 verilib. Deməli, mən əks işarə ilə götürürəm. Mənfi 4, müsbət sonsuzluq A bəndi. 1, A. İkinciyə baxıram. Kökün içərisindəkini əks işarə ilə götürürəm. 3, müsbət sonsuzluq B. Üçüncü, kökün içərisindəkini əks işarə ilə götürürəm. Yəni, mənfi 4-dür, müsbət 4 götürürəm. Y bəndi. Uşaqlar, bir də burada azalan funksiya görürəm mən D bəndində. Hansı kökün qabağında mənfi varsa, ümumiyyətlə fərqi yoxdur. Kök olsun, x kvadrat olsun, modul olsun. Qarşısında mənfi varsa, həmin funksiya azalan funksiya adlanır. Bu da bizdə üçüncüyə uyğundur. Deməli, 1A, 2B, 3YD oldu. Davam edirik. 17-yə baxaq. 17-də eyni qaydadadır. Təyin oblastını soruşur və artan azalan funksiyalar deyir. Uşaqlar, 17-də artan funksiya variantı Y variantı. Üçüncüyə uyğun gələcək. Çünki sadəcə onun qarşısı müsbətdir. Davam edirik 18-lə. Görək 18-də nə deyir? 18 artıq ətraflı tapşırığımızdır. Aha, bizə Euler-Venn diaqramı verir. Euler-Venn diaqramında funksiyalarının sıfırları verilmişdir. Q vurusun M hasilini tapın. Uşaqlar, mən baxıram burada birinci dairənin içərisinə. Baxın bu hissiyə. Bu mənim x kvadrat plus px plus q funksiyamın kökləridir. Biz bilirik ki, V-yə görə tənliyin köklər cəmi əks işarəli ikinci əmsala mənfi p-yə bərabərdir. Tənliyin köklərinin hasili isə sərbəst həddə q-yə bərabərdir. Yerinə qoysaq 4 plus 2 bərabərdir mənfi p-yə. Yəni p-miz bərabərdir mənfi 6-ya. Bir dəfə də 4 vurulsun 2 bərabərdir Q-yə, yəni Q-miz bərabərdir 8-ə. P-ni və Q-nu artıq tapdıq V-yə görə. Keçdik digərinə, digər dairəmizin içərisinə. Dairənin içərisində 2 və mənfi 5 verilibdir. Bu da bizim funksiyamızın sıfırlarıdır. Uşaqlar, funksiyanın sıfırlarıdırsa, deməli mənim x-im 2-dir, y-im 0 və eyni qaydada x-im mənfi 5-dir, y-im 0. Verilmiş ikinci funksiyada həmin gəlin bu koordinatları yerinə yazaq. Y-in yerinə yazıram 0, modulda x-in yerinə 2, çıxaq m, üstə gəl n. Eyni qaydada digər kökü yazıram, 0 bərabər, modulda mənfi 5, üstə gəl. Üstə gəldi, çıxaqdır. Çıxaqdır uşaqlar. Bir dəqiqə. Çıxaq, deməli m, üstə gəl n. Deməli, funksiyalarımızın hər ikisinin sol tərəfi bərabər olduğuna görə sağ tərəflərini də bərabər götürə bilərik. Yəni, modulun içərisində 2 çıx m, üstə gəl n bərabərdir. Modulda mənfi 5, çıxaq m, üstə gəl n. Uşaqlar, bərabərliyin sağ və sol tərəfindən n-ləri islah aparaq və modulları gəlin bir dəfə olduğu kimi, bir dəfə isə əksinə açaq. Görək nə baş verir. 2 çıx m bərabərdir. Mənfi 5 çıxılsın m. Buradan mənfilər, mənfi m-lər islah getsə, 2 bərabər mənfi 5 alaram. Bu isə mümkün deyil. İndi isə tərsini açaq. 2 çıx m, 5 üstə gəl m şəklində açıram. Mənfi ilə açanda bu şəkildə olur. Deməli, olur 2m bərabərdir. Burada uşaqlar 5 bu tərəfə keçir. Olur mənfi 3. M də bərabərdir. Mənfi 1,5. M-i də tapdıq, mənfi 1,5. Bizdən nə soruşur? Q vurulsun M hasilini soruşur. Gəlin Q vuraq, M-i tapaq. Q vurulsun M. Q-nu tapmışdıq 8. Vuraq. M-i tapmışıq, mənfi 1,5.
Cavabımız olur -12. Davam edək digər sualımıza. Baxaq. Deməli bu 18 idi. 19-cu sual eynisidir. Sonuncu sualımız 20-dir. Gəlin 20-yə baxaq. 20-də bizə nə deyir? Funksiyasının qrafiki, koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə. Keçən videolarımızda biz danışmışdıq ki, koordinat başlanğıcından və 1-ci rübdən keçirsə, deməli həmin funksiyanın x, y müsbət olmalıdır. Ancaq 3-cü rübdən keçirsə, deməli hər ikisi mənfidir. Uşaqlar, hər ikisi mənfidirsə, bircə dəqiqə funksiyanı yazıram. A kvadrat çıxaq 64 kök altda 3 çıxılsın a və x. İndi diqqətlə qulaq asın. Biz danışdıq ki, 3-cü rübdə yerləşdiyinə görə x mənfidir. Axı kökün altı mənfi ola bilməz. Deməli 3 çıxaq a da mənfi olmalıdır ki, bunlar toqquşub müsbət olsunlar. Yəni 3 çıxaq a kiçikdir 0-dan, mənfi a kiçik mənfi 3-dən, a isə böyükdür müsbət 3-dən. Bu bir tərəfimiz. Digər tərəfdən kök müsbət. Biz danışdıq ki, bizim y-imiz mənfi olmalıdır. Onda mən müsbəti nəyə vurum ki, yekun cavabım mənfi olsun? Təbii ki, mənfiyə. Yəni a kvadrat çıxaq 64 kiçik olmalıdır 0-dan. A kvadrat kiçik olmalıdır 64-dən. A-mız -8 ilə müsbət 8 arasında yerləşir. Ancaq biz şərt vermişdik ki, 3-dən də böyük olmalıdır. Deməli, bizim A-mız 3 və 8 arasında yerləşir. 3-8 arasında A parametrinin ala biləcəyi tam qiymətlərin cəmini soruşur bizdən. 4, 5, 6 və 7. Deməli, cavabımız olur 10, 15, 22. Düzmü tapdıq? 10, 15, 22. Və salam. 20-ci sualla da deməli bununla burada yekunlaşdıq. Bölmə çox qısa idi, suallar az idi. Sağ olun, növbəti videolarda görüşərik.